Sumqayıtda Heydər Parkında sahibsiz itlərlə bağlı narahatlıq yaranıb. Sumqayıt.tv-yə müraciət edən vətəndaşın sözlərinə görə park ərazisində olan itlər xüsusilə gecə saatlarında insanlara və avtomobillərə doğru hücum etməyə çalışırlar. Şikayətçinin bildirdiyinə görə 19 avqust gecəsi saat 00:03 radələrində parkda itlərin insanların üzərinə hücum etməsi ilə bağlı hadisə yaşanıb. Vətəndaş iddia edir ki, itlər təkcə insanlara deyil, park ərazisində hərəkət edən avtomobillərə də hücum edirlər. Müraciətdə daha bir narahat edici məqamda qeyd olunur. Şikayətçinin iddiasına görə hadisələrdən birində bir nəfərin əl nahiyəsindən xəsarət aldığı bildirilir. Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur. Sakinlər park ərazisində sahibsiz itlərlə bağlı aidiyyəti qurumların tədbir görməsini və xüsusilə gecə saatlarında insanların təhlükəsizliyinin təmin olunmasını istəyirlər. Sumqayıt TV məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırdır. Videonu bəyənməyi, paylaşmağı və Sumqayıt TV-ni izləməyi unutmayın.